Şəvval ayının 6 gün orucunu həftənin 1-ci və 4-cü günləri tutmaq olar, icazəlidir. Bu zaman insan həm Şəvval ayının 6 gün oruç tutmaq savab mükafatını götürür, həm də həftənin 1-ci və 4-cü günləri oruclu olma savab mükafatını götürür. Alimlər və elm əhli söyləyirlər ki, İnsan Şəvval ayının 6 gün orucunu həftənin 1-ci və 4-cü günləri tutarsa, həm Şəvval ayının 6 gün oruç tutma savab mükafatını götürür, həm də həftənin 1-ci və 4-cü günləri oruclu olma savab mükafatını götürür. Hər iki orucun savabın götürmək üçün insan niyyət edərkən Şəvval orucuna niyyət edir. Hər iki orucun da savab mükafatını götürmək üçün həm Şəvval ayının 6 gün orucun tutmaq savab mükafatı, həm də həftənin 1-ci və 4-cü günü oruclu olmaq savab mükafatı. Şəvval orucuna niyyət edərək orucun tutur. Əgər Şəvval orucuna niyyət etməyib, 1-ci və 4-cü günləri orucuna niyyət etsə, 1-ci və 4-cü günləri oruc tutmağın savab mükafatını qazanır. Amma Şəvval orucu hələ də onun üzərində qalır. Niyyət edən zaman yalnız 1-ci və 4-cü günü orucuna niyyət edib Şəvval orucuna niyyət etməsə, 1-ci və 4-cü günləri oruclu olma savab mükafatını qazanır, lakin Şəvval orucunun 6 gün üzərində qalır. Amma əgər Şəvval ayı orucuna niyyət edərsə, Şəvval ayı orucun tutmağa niyyət edərsə, bu zaman həm Şəvval ayında 6 gün oruç tutmaq savab mükafatını qazanır, həm də həftənin 1-ci və 4-cü günləri oruclu olmaq savab mükafatını qazanır. Eynilə bir insan əgər sübh namazının azanından sonra məscidə daxil olduqda, məscidi salamlama namazın 2 rükət qılsa, məscidi salamlama namazının mükafatını qazanır. Amma sübh namazının 2 rükət sünnətin qılmaq hələ də onun üzərində məsuliyyət olaraq, vəzifə olaraq qalır. Məscidi salamlama namazın qılmış sayılır, mükafatını götürür. Lakin sübh namazının 2 rükət sünnəti hələ də onun üzərində vəzifə olaraq qalır. Məscidi salamlama namazın qılmaq əvəzinə sübh namazının 2 rükət sünnətin qılsa, həm sübh namazının 2 rükət sünnətin qılma savab mükafatını qazanır, həm də məsciddə namaz qılma savab mükafatını qazanır. Baxmayaraq ki, ikisi də nafilə ibadətdir, amma sübh namazının 2 rükət sünnətin qılıb əda etsə, həm sübh namazının 2 rükət sünnətin qılma savab mükafatını qazanır, həm də məsciddə namaz qılmaq savab mükafatını qazanır. Eynilə bu oruclarda insan niyyət edən zaman Şəvval orucuna niyyət edir, həm Şəvval orucunun savab mükafatını götürür, həm də 1-ci və 4-cü günləri oruclu olmaq savab mükafatını götürmüş olur.